Değerli izleyiciler, sizler üçün bina sayfası arasında dostlar 190 deyilən maaşdan düşdüyüz 400 metr məsafədə gözəl, ideal, möhtəşəm bir evimizin çəkilişindəyik. Evimizin qazı, işığı, artsan suyuna qədər var. Evimiz qoşadaşdan ibarətdir. Gördüyünüz əşyalar ev sahibi tərəfindən qalacaq. Dostlar, elektronlardan başqa kondisioner qalacaq. Kondisioner çıxartmayacaq. Elektronlardan başqa evimizin qiyməti dostlar 40 minə deyilir. Reallıq olsa super endirmə olacaq. Mebellər də yerində qalır. Təptəzə mebellər də. Həqiqətən də bu gözəl evin sahibi siz olmaq istəyirsə bizlə əlaqə saxlaya bilərsiniz. Allah alana da, satana da xeyir versin. Zəng etməyinizə dəyər. Belə bir gözəl evin sahibi siz ola bilərsiniz. Salam dəyərli izləyicilər. Yenə mən Eşqin olaraq hal-hazırda sizlər üçün bina sayfası arasında dostlar 190 deyilən marşdan düşdüyüz. 253 metr məsafədə gözəl, möhtəşəm bir evimizin çəkilişindəyik. Əsas məsələ dostlar, qazımız, işığımız, artsan suyumuza qədər var. Həyətdə, xudmanlıqda oturmaq üçün yeri var, kombisi, çəlinə qədər, hidrofonuna qədər var. Əsas məsələ dostlar, evdə gördüyünüz bütün əşyalar ev sahibi tərəfindən qalacaq, elektronlardan başqa kondisioner qalacaq dostlar. Gördüyünüz kimi girişdə zal studiya, mətbəx mövcuddur, kombisinə qədər işləv vəziyyətdədir. Evimiz qoşadaşdan ibarətdir. Mebelləri də təptəzədir, həqiqətən də Allah alana da, satana da xeyir versin. Kim bu evin sahibi olmaq istəyirsə bizlə əlaqə saxlaya bilər. Ekranda qiymətlərimiz və evimizin gördüyünüz kimi Santrokov şəxsəsi mövcuddur. Qiyməti sudan ucuz. 40 minə. Binə qəsəbəsində belə bir ev yoxdur. Əlin yandı deyirdiniz. Bu da əlin yandı. Gəlin götürün.